Dostlar, buna çox baxmaq lazımdır. Sonunda başa düşəcəksiniz. Zəhmət olmasa bir neçə dəqiqə ayırın. Çünki sizin ictimaiyyət içində yaşayanlar üçün lazım olacaq. Yəqin ki, bu video çoxlarının qabağına çıxıbdır. Nə demək istədiyinizi sonunda anlayacaqsınız. Amma çox xahiş edirəm ki, sona qədər izlə. Yolun ortasında, o çekim bırağa da. Ben neydim ben? Bak maşının üstünden geçeyim. Sen korkunu da kapıman sana... Yolun ortasında efendim. Elektrik işlemede ne işliysen? Git adam çağırın sizi. Çok. Gelin şikayet edin şoför gelsin size aparsın. Her şey orada var. Açtım kapılarda düşün. Öldünüz bilersiniz. Saati getiriyor. Gelin şikayet edin. Rəylərə də baxırıq, amma kişi haqlı olduğunu deyir. Sen yolun ortasında kafa. Ben şimdi kaytarım. Yolun altı sakın danışın. Bununla da onu demək istəyirəm ki, bizim efirlərin mahiyyəti və bu kimi videoların mahiyyəti sonuçta belə olacaq. Qayda qanunları ilə maşın sürən bir şofirinə Xoşqədəm xanım kimi və ya Zaur müəllim kimi və ya bu kimi bir çox verilişlərin mahiyyəti və onların qabağında yatmış xalaların nə bilsin ki, şofer maşını harada nə vaxt saxlamalıdır. Saxla da, harada gəldi. Ya, bu bizim mədəniyyətimizin, efirlərimizin insanlara verdiyinin bu nəticəsidir. Kimsə məndən razılaşmaya bilər. Çünki xaricdə çoxlu qocadan tutmuş cavana qədər yol hərəkət qaydaları, bir çox şeyləri gözəl bilirlər və təbii ki, o bayaq o aş belə eləyib baxan o xalalar, o Xoşqədəm xanım kimi verilişlərə baxıb gün keçirdən xalalar avtobusa da girəndə qanunları bilmədiyi üçün bu hallarla rastlaşacaqlar. Nəysə, keçək. Onlar nə başa düşsün ki, İran savaşı nə vaxtı, necə olacaq, nətər olacaq, İranda əgər qulağın dibində savaş olursa, nələr baş verə bilər. Onlar nə bilsinlər ki, siyasət, gərginlik, bu şeyləri bilməzlər və bunu bilən mənim kimi insanı da analizlər eləyəndə, təhlil eləyəndə bir çoxları və nə oldu ya Rasim, Rasimi, indi mən sual verirəm, nə oldu Rasim, yadındadır, İmişlidə itkin düşmüş Rasim balamız nə oldu, bəs sonuna qədər onun arxasındayam deyən, onun o itkin düşən vaxtında ondan şov yaradan, ondan reklam tutan, pul qazanan adamlar indi hardasınız? Nə oldu o uşağın taleyi? Hansısa efirlərdə məsələn deyirdilər ki, biri mən Əziz Beyi də görmüşəm, Nərimanovu da görmüşəm, Türkiyədən səs gəlibdi, İrandan səs gəlibdi. Hələ bir söz deyirdi, İrana keçibdi. Bu nə oldu bunların sonu? Deyim mi sizə? Bu uşaq o kanala düşdü. O kanal da apardı onu daha büyük kanala attı, Qarabağ kanalı. Qarabağ kanalda İmişli sakinləri çox gözəl bilirlər ki, 4-5 dənə rayona su ayrılacaq büyük bir quyu kimi dambalara məxsus olan bir yerdir və tunellərdən su keçən yerdir. Və orada çoxlu büyük ağaclar, qırılmış, ilişəcək yerlər və palçığın altına çökmək yerləri var. O vaxtda da demişdim. Və bu vaxtacan ondan bir xəbər çıxmaması, bu o deməkdir ki, bu cinayət deyil. Bu bir cinayət olsaydı, bu cinayətin üstü hər hansı 5-10 manatla bağlamaq mümkün deyildi. Çünki bu cinayət olsaydı, bunun üstü açılardı. Bu təbii ki, kanalda o leş yiyən heyvanlar var, balıqlar var. Çünki o da çox böyük kanalda həmişə su olan və orada hər hansı bir yerə ilişərək sümükdən ət yəqin ayrılaraq, təbii ki, mən yenə də deyirəm, onların valideynləri, əzizləri məndən inciməsin bu sözlərə görə. Çünki bunun vaxtında 2 ay yarım su bağlamadı kanalın. Razi Nurullayev, deputat xahiş edəndən sonra Milli Məclisdə idi, yoxsa haradasa, ondan sonra kanala bağladı, ondan sonra kanala baxdılar. Və ay yarımdan sonra onun da tapılması ona görə mümkün olmadı. Və bu fikirdə olan qadınlar, insanlar mənə yazınlar və bu avtobusda da bu kimi qanunlara bilən şoferləri bəzdirib yolun ortasında maşını saxla deyən
xarakterdə olan adamlar. Çünki onlar siyasət bilmir, onlar gedən gedişatı izləyə bilmir. Mən nə demişdim? Mən demişdim ki, bir çox proqnozlardan biri də o idi ki, İran savaş başlayacaq. Və təzədən İranın savaşı bu futbol turnuvasına görə saxladığını demişdim. Və biz dünən gördük ki, İranı təzədən vurmağa başladılar. Yəni İsraili üzr istəyirəm. Bu savaş arada qaynadır, arada dayandırır. Ta ki bu dünya futbol turnuvası Amerika, Meksika, Kanada üçü bir yerdə keçirdəcək olan bu dünya futbol turnuvası qutarana qədər. Ondan sonra bu savaşı təzədən alovlandıracaq. Hətta bu dünən olan saldırılar onun bitmədiyindən xəbər verir. Trump gələndə deyirdi ki, mən Rusiya-Ukrayna savaşı bitirəcəm. Və deyirdilər ki, Ukrayna prezidenti Zelenski çağıraraq üstünə gedirdilər. Zelenski əsəbləşmişdi, güya Ağ Evdən çıxmışdı, qaçmışdı. Bunlar hamısı bir şov senaryolarının olduğunu demişdim. Demişdim ki, dünyada bir istəyi var, insan azaltmaq. Əgər o prosesi başlayıbsa, bizə yay vaxtlarında, bəzi anında insanlar stresə düşməsin deyə, sanki bu başladı, bir qutardı kimi bir inanc yaratması üçün bu savaşlar gətirir, sonra biraz dayandırdığı kimi göstərir. Efirlər o barədə çox danışmır, təzə mövzular yaranır, təzə mövzular barədə danışır. İnsanlar unudurlar olan durumu. Amma İran, İsrail görürsünüzmü? Hələ ki savaş bitmədiyindən xəbər verir və bunun ardıcı var olduğundan xəbər verir. Və bunun əgər davam eləsə bizi nə gözləyir? Təbii ki, mən demişəm nə gözlədiyini. Mən demişəm 3-cü Dünya Savaşa gəlib çıxana qədər ya Rusiya-Ukrayna savaş bitən deyil, ya İran savaş hələ təzə başlayacaq olan. Bunlar sizlər üçün nəyə görə deyirəm? Çünki çoxları ümid edirlər ki, biznesləri qurub neçə illərdən sonra o bizneslərin faydaları görə bilərlər. Bir çoxları bir çox şeylərə ümid edir. Mən bunu bayquş kimi yox, güzel təhlil olan, hisslərə malik olan bir adam kimi sizə deyirəm. Mən dedikləri politoloqlarda baş verəndə həmən hadisə çıxır, deyirlər. Mən onlar baş verənə qədər ona görə deyirəm ki, bəlkə də kimlərsə əvvəlcədən nələrisi düşünə bilər. Əgər sabahki gün çox böyük savaşlar olacaqsa, radiasiya olacaqsa, onun qabağını necə almaq olar və ya onun üçün nə etmək olar? Məsəl üçün savaşlar böyüyürsə, raketlər parçalanırsa, ximikatlar çoxalırsa, havadan insan xəstəlik qudursa, bunun üçün hansı dərmanlardan necə istifadə eləmək olar? İndi düşünən vaxtıdır. Məsəl üçün cibində pulu saxlaması üçün çoxlu böyük bizneslərə pul yatırım eləyərək, sonra oradan pul qazanmaq istəyən insanlar İran savaş bölgə, gərginlik dünya olsa, oradan o pulu qazanaraq dolanmaq olarmı deyə düşünmək lazımdır deyə sizə deyirəm. Yəni bir çox şeylər vardı ki, mən onu açıq şəkildə konkret deyə bilmirəm. İran savaş başlayırsa, ətraf yəni ölkələrin də xoş günlərin yaşamayacağı bir çox politoloqlar da bunu bilir. Yəni onu deməyə çalışıram ki, zəlzələlər Filippində oldu. Mən dedim axı dünyanın bir çox bölgələrində, başqa yerlərində zəlzələlər başlayacaq. Əvvəl başqa ölkələrdə zəlzələlər olacaq, sonra ardıcıl bir çox ölkələr. Elə bir ki, dünya zəlzələlərlə artıq barışmış bir vəziyyətə gələcək. Artıq dünyada professorlar, akademiklər zəlzələlərdən çox danışmağa çıxacaq efirlərə. O zamanında da deyəcək, hər kəs özü ağlı ilə proqnozlar verməyə çıxacaq. Niyə bugünkü günlərdə, dünən, o biri gün bu zəlzələ barədə dayanmadan bilim adamlar danışmır? Biri deyir gözlənilir, biri deyir gözlənilmir, biri deyir ehtimal var. Konkret mən deyirəmsə, yaxın illərdə dünyanın bir çox bölgələri böyük zəlzələlər olacaq. O dönəm artıq az qalıb başlayır demişdim. Yaponiyada bu yaxın müddətlərdə biz gördük. Ondan bir hansı ölkə yadımda deyil, qabağa çıxmışdı, onu gördük. İndi də Filippində 8.2 oranında biz gördük dünənləri. Allah qorusun. Yəni ki, bu başqa bölgələrdə olacaq olan böyük zəlzələləri Azərbaycana da bir gün keçəcək. O zaman nə etmək lazımdır? Bugün düşünmək lazımdır. Ona görə sizə bunları deyirəm ki, bəzi kinolara baxmaqla vaxt keçirdənlərə ya da bəzilər deyir ki, Allah nə deyir, nə yazıbsa yox. Allah sizə hündür mərtəbələrdə get otur yaz, Sovet vaxtında deməmişdi. Bir çox Avropalı ölkələrində də, hansı ki sivil ölkələrdə o qədər böyük mərtəbələrdə yaşamırlar. Dubay'a da baxma belə yerlərə.
və Yaponiyada yaşayırsa oranın tikintilər bizdəki kimi deyirlər. Neysə, Allah sizi zəlzələlərdən qorusun demişdim, sellər demişdim, İran savaşı demişdim. Bunları sadəcə xatırlayıram ki, mənim verdiyim proqnozları geriyə qayıt izlə və gələcəkdə nə edəcəyini gərək ona görə hərəkət eləyəsiniz.